Azərbaycanda hər il 10 minədək onkoloji xəstə dünyasını dəyişir. Onkologiyadan əziyyət çəkən Mübariz Əliyev isə aprelin 30-da əlindəki qumbara ilə Milli Onkologiya Mərkəzində özünün də həkim Asif Nəsirovun da həyatına son qoydu. Bu hadisə Azərbaycanda həkimlərlə vətəndaşları üz-üzə qoydu. Həkimlər səhiyyədəki problemlərə toxunmadan sanki müdafiə mövqeyinə çəkilərək həkimlərin fədakarlığını qabartdılar. Fərqli sosial statuslu insanlar isə əksinə səhiyyədəki problemləri, korrupsiyanı, xəstəxanalardakı bahalı qiymətləri bir daha dilə gətirdilər. Əslində isə problemin mənbəyi bu ikisinin münasibətlərində yox, onu tənzimləyən sistemdədir desək, yanılmarıq. Rəsmi məlumatlara baxanda görmək olur ki, son ildə Azərbaycanda onkoloji xəstələrin sayı düz 7 dəfə artıb. 2015-ci ildə ölkədə bu qrupa aid xəstələrin sayı 10 minə çatırdısa, son illərdə bu göstərici 70 mini keçib. Uşaqlı böyüklü 10 minlərlə vətəndaşın əziyyət çəkdiyi bu xəstəliyin diaqnozu və müalicəsi isə olduqca bahalı və ağrılı prosesdir. Həm müstəqil mediaya danışan xəstələr, həm də sosial şəbəkələrdəki ayrı-ayrı qruplardakı müzakirələr bunu deməyə əsas verir ki, xəstəliyin hansı orqanı zədələməsindən və onun hansı mərhələyə qədər irəliləməsindən asılı olaraq qiymətlər ciddi şəkildə dəyişir. Onkoloji xəstəliklər, müayinəsi və müalicəsi, analizlər, kimya və şüa terapiyaları, cərrahi əməliyyat və dərmanlar da daxil olmaqla ayda 2000 manatdan 10.000 manatadək və bəzi hallarda daha çox xərc tələb edir. Məsələn, kimya terapiya 350-450 manat, ultrasəs müayinəsi 50-100 manat, MRT 150-200 manat və daha çox qiymət aralığında dəyişir. Xərçəngdən əziyyət çəkən jurnalist Əvəz Zeynallı Meydan TV-yə müsahibəsində deyib ki, onkoloji xəstələr üçün elə dərmanlar var ki, aylıq xərci 10.000 manat edir. Yəni, bu qədər bahalı ikən Azərbaycan insanı neyləsin? Sən başını götürüb ölkədən gedirsən, sənə kömək eləyən oldusa, yaşadın. Olmadısa, o zaman eyvallah. Yəni, köçüb gedirsən o biri dünyaya. İmkanı olmayan kasıb vətəndaş yeganə sığınacağı olan evini satır, banklardan kreditlər götürür. Minimum əmək haqqının 400 manat olduğu bir ölkədə vətəndaşın həm can, həm də pul hayında qalması nə deməkdir, bunu ancaq onu yaşayanlar bilər. Hərçənd qanunvericiliyin tələbinə görə Azərbaycan vətəndaşı olan hər bir onkoloji xəstənin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsi vəsait hesabına həyata keçirilməlidir. Buna görə xüsusi dövlət proqramı hazırlanıb və ötən ilin büdcəsindən Respublika Onkoloji Mərkəzə 62,5 milyon manat vəsait ayrılıb. Bu vəsait 10 minlərlə onkoloji xəstənin olduğu ölkə üçün müqayisə olunmaz dərəcədə kiçik rəqəmdir. Amma məsələ burasındadır ki, sosial dövlət olan Azərbaycanda səhiyyəyə ayrılan vəsaitin özü olduqca çox azdır. 2025-ci ilin büdcə açıqlamalarından isə məlum olur ki, səhiyyəyə ayrılan 2 milyard manatın 700 milyon manatını hökumət xərcləməmiş saxlayıb. Diaqnostika mərkəzində arabanı mənə vermək üçün barmağımın üzüyünü aldılar. Hakimiyyətin bu məsələdə manipulativ yanaşması qanunların icraatında da özünü göstərir. Məsələn, Azərbaycanda 2021-ci ildən etibarən icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə başlanıb. Lakin ziddiyyət bundan ibarətdir ki, onkoloji xəstələrə xidmət icbari tibbi sığorta paketinə daxil edilməyib. Bundan başqa, icbari tibbi sığortaya baxan və təbibin tabeliyində olan xəstəxanaların sırasında Milli Onkologiya Mərkəzinin adı belə yoxdur. Bu mövzuda mediaya açıqlama verən deputat Elşad Musayev insanları başa düşdüklərini deyir. Onkoloji xəstəliklə mübarizə ağır bir prosesdir. Təbii ki, insanlarımız da biz başa düşürük. Ona görə də hesab edirəm dövlətin maliyyə imkanları gücləndikcə onkoloji xəstələrin müalicəsi ilə bağlı, pulsuz dərmanların verilməsi ilə bağlı, onların deməli icbari tibbi sığorta zərfinə daxil edilməsi ilə bağlı ciddi addımlar atılacaq. Həm ortada olan mənzərə, həm də deputatın qeyri-müəyyən ümid verən açıqlaması onu deməyə əsas verir ki, hakimiyyətin ziddiyyətli davranışı səhiyyə sistemi ilə vətəndaş arasında qarşı durmaya zəmin yaradır. Bir tərəfdən parlament qanun qəbul edir və bu xəstələrin müalicəsinin xərclərini dövlətin üzərinə qoyur. Prezident də bunu öz siyasətinin prioriteti kimi göstərir. Amma reallıqda isə bunu tənzimləyəcək mexanizmin qarşısını alır. Üstəlik dövlət tibb müəssisələrində böyük rüşvət və korrupsiya mühitini formalaşdırır. Görünən budur ki, hakimiyyət bu mühiti təkcə formalaşdırmır, eyni zamanda onun qarantına çevrilir. İllərdir ölkədəki müstəqil media və sosial şəbəkələr onkologiya mərkəzindəki baha qiymətlər və korrupsiya barədə faktlar paylaşır. Lakin dövlət qurumları heç bir reaksiya vermir və dövlətin başçısı İlham Əliyev isə bu qurumun rəhbəri Cəmil Əliyevi birinci dərəcəli vətənə xidmətə görə və istiqlal ordenləri ilə təltif edir. Yeri gəlmişkən, 36 ildir onkologiya mərkəzinə rəhbərlik edən onkoloq cərrah Cəmil Əliyev elə prezidentin öz dayısıdır. Onkologiya mərkəzində baş verənlər ümumi səhiyyə sisteminin bir parçasıdır. Ekspertlər hesab edirlər ki, səhiyyəyə pullar yatırılsa da islahatlar zəifdir.
Radioloq Aydın Əliyev hesab edir ki, fundamental olaraq məsələ sistem problemidir. Lakin bununla yanaşı, səhiyyəyə ayrılan vəsaitin azlığı çox önəmli rol oynayır. Biz həkimə 700, 800, 900 manat maaş verib, ondan yüksək səviyyədə bir iş tələb eləyə bilmərik axı. Və yaxud da ki, biz həkimə 800-900 manat maaş verib, sən pasiyentdən heç nə alma, bunu da məcbur eləyə bilmirik. Eyni zamanda pasiyent haqlıdır. Pasiyent haqlıdır. Pasiyent deyir ki, mənim məvacibimdən aylıq icbari tibbi sığorta xərcləri üçün pul tutulur. İşlədiyim müəssisənin büdcəsindən tutulur. Mənim onsuz da məvacibimdən pul tutulur. Mənə tibbi xidmət göstərilməlidir. O da haqlıdır. Baxın, pasiyent də haqlıdır. Digər tərəfdən həkimi, tibbiçisini də biz başa düşməliyik axı. Yəni biz məcbur eləsək ki, gəl sən 800-900 manata otur işlə, heç bir mütəxəssis qalmayacaq. Hamısı qaçıb gedəcək xarici ölkələrə. Digər ekspertlər hesab edirlər ki, səhiyyənin problemləri maliyyə ilə yanaşı həm də sistemin özünün səmərəli təşkil olunmamasında, kadr potensialının düzgün və balanslı bölgüsünün aparılmamasında, dərman və tibbi avadanlıqların bölgüsünün optimal şəkildə təmin edilməməsində və s.dir. Dövlət büdcəsinin son 2 ilini nəzərdən keçirsək, görərik ki, polisə ayrılan vəsait səhiyyəyə ayrılan vəsaitdən daha çoxdur. Müharibə şəraitində olmayan və sülh imzalamağa hazırlaşan ölkənin büdcəsinin 42 milyarda yaxın xərclərinin 9 milyard manatı müdafiə və milli təhlükəsizlik üçün nəzərdə tutulub. Ötən il qanunvericiliyə edilən dəyişikliyə görə bu ildən qeyri-rəsmi çalışanların, yəni işsiz kimi qeydiyyatda olmayanların icbari tibbi xərclərini dövlət qarşılamayacaq. Bugün ölkənin paytaxtında günbəgün yeni müasir texnoloji avadanlıqlarda təchiz olunmuş klinikaların sayının artması, dövlət tibb müəssisələrinin yenilənməsi keyfiyyətli səhiyyə xidmətinin göstəricisi faktoruna çevrilə bilmir. Buna həm səhiyyədən narazılığını ifadə edən kütləvi şikayətlər, həm də müalicə üçün ölkə xaricinə gedən axın dəlalət edir. Lakin bununla bərabər ölkədə kifayət qədər peşəkar həkimlər də fəaliyyət göstərir. Azərbaycanda işini bilən həkimlər çox olsa da, idarəetmə sistemi onların bir çoxunu xəstənin əlinə göz dikməyə məcbur edir və nəticədə sistem həkimlə vətəndaşı üz-üzə qoyur. Beləcə, həkim və pasiyent dəfn olunur. Amma vaxtında əməli və ciddi tədbirlər görülməsə, bu şəraiti yaradan sistem hələ çox qurbanlar aparacaq.